Salam qızlarım, elə videonu da səhərimi necə başlayıramsa, elə başlayıram. Səhər tezdən Angelika ilə qoşulduq conversation-a, İspanca baxdığımız videonu müzakirə elədik. Ondan sonra da bizim Helena İspanca dərsimiz oldu. Fənlərin hətta şəkilçiləri eynidir. Sadəcə nosotros da bosotros da fərqlidir. Biri emosdur, biri imosdur. Biri eistir, biri istir. Evdən son dəfə kontrol edelim ki, gördüyüm hər şeyini qıt-qıt şeylərdə saklaram. Sizdən yazım. Açıq gedək. Aliya ilə gingerbread hazırlamağa gedirəm. Aliya məndən taksi ilə hardasa 1-15 dəqiqə uzaqlıqda yaşayır. Belə əslində kəşki daha yaxın yaşasaydıq, amma heç nə olmaz. Buna da razıyıq. Əsas odur ki, birbirimizi tapmışıq. Burada Aliya gəlir, məni qarşılayır, sonra gedirik onların evinə. Сегодня я не знала, что надо одевать в этот концерт. Я сделала многие лук. Aliyə deyirəm ki, bugün mən bilmirdim ki, bu konseptdə gingerbread hazırlamağa necə bir look hazırlamalıyam ki, videoda absurd qalmasın. Həqiqətən mənim üçün bəzən çətin ola bilir. Müxtəlif cür gingerbread tarifləri var. Daha sərt peçenye kimi olanlar var. Bir damcı daha bulku kimi, peçenye bulku arası. Bizimki biraz peçenye bulku arasıydı. Nə çox sərt değildi, belə qıtır-qıtır da değildi. O qədər gözəl qoxu yayılmışdı ki, ətrafa. Kosmik belə istəyirdi qarşımın dadına baxmaq. Не страшно, что ли? Deməli, qızlar, belə deyirəm ki, mən qorxuram, çünki niyə? Bir neçə gün əvvəl mən portakallı kek hazırlamışdım və bu baharatdan biraz qatmışdım. Ola bilər ki, bunun içində çox azca xardal var və mənim də portağalla reaksiya girib biraz kekimi acı datdırmışdı, hətta tez xarab olmuşdu. Ona görə də qorxuram ki, deyirəm ki, bura bir damcı vuraq ki, acılığı birdən çox olar. Sonra sevmərik. Ümumiyyətlə bilirik də bunun içərisində olsa zəncəfil, darçın gedir. Ən önəmli qəhrəmanlar bunlardır. Sadəcə məndən sizə önəri, heç vaxt belə hazır qarışım almayın ki, tutaq ki, zəncəfil, darçın, qarışımı, xardal falan belə yazırlar. Orada dozlar aşırı dərəcədə olur. Lütfü ondansa ən yaxşısı hər birini ayrı-ayrı alın və o şəkildə qarışdırın. Bunlar o qədər ağır baharatlardır ki, hətta məncə bir-birinin yanında qalanda belə reaksiya girib acılıqları artır. Ona görə tək-tək almağı önərirəm sizə. Burada Aliya mənə yenə önərmişdi ki, yoğurmaq istəyirsən. Mən dedim ki, xeyr, mən sakaram. Sənin mətbəxini məhv etmək istəmirəm. Ona görə də o özü götürdü, qollarını sıvadı və başladı yoğurmağa. Çox da qəşəng yoğurdu. YouTube üçün vloglar çəkməzdən əvvəl o qədər mənim Instagram səhifələrim olub, o qədər mənim elə YouTube'un özündə də paylaşımlarım olub qısa short videolar şəklində. Amma onlar hamısı sonradan istifadə etmədiyim səhifələr olsa da, hal-hazırdakı mənim daha rahat, daha özgüvənlə paylaşım eləməyimə məncə kömək olublar. Bu vəziyyətə gəlməyinə, mən daha rahat içerik üretməyimə, o estetik baxış açısını görməyimə hamısına məncə vəsilə olublar və həmin vaxtlarda mənim daha arxa fonda əslində daha ağır işlərim olub. Mən bunu hobbi olaraq eləmişəm. İndi bunu eləmək mənim daha çox zamanım var. Mən bunun üçün çox şadam. Ona görə də düşünürəm ki, bəzən məşğul olduğumuz məsləklərin arxa fonunda bəzi şeyləri özümüzün öyrənməyi heç də pis bir şey deyil. Məsələn, təbii ki, hər işin öz uzmanı onu daha gözəl bilir, amma biz də xırda detallar olaraq nə isə bir videonu editləməyi, Instagram səhifəsini yönetməyi, ümumiyyətlə o estetik baxış açısını, insanların nə istədiyini anlamağı bilsək, həyatımızın hansısa bir evrəsində kimdənsə təkan gözləməyə zorunda qalmırıq. Əksinə biz təkan veririk ki, plan kəs, gəl mənimlə birləş ki, bunu eləyək. Mən həmişə ideyalarla dolu bir insan olmuşam da, amma mənim bəzi şeylər var ki, məsələn, özüm onu tək evdə eləyirəm, onu yaradıram, paylaşıram, çəkirəm, amma bəzən özüm kimi düşünən bir insanı tapmaq çox çətin olur həqiqətən də. Və nə xoş mənə ki, biz Aliya ilə bu ortaq fikirləri paylaşırıq və çox gözəl. Həm biz bunu içerik olaraq yox, əslində özümüz də keyif alaraq etdiyimiz gündəlik həyatımızda etmək istədiyimiz şeylərdir deyənə.
Bizim üçün bunu birlikdə eləmək, plus da paylaşmaq çox böyük zövq verir. Belə bir anlayışlar həyatı romantizə eləmək. Mən həqiqətən də özümü bu alanda həqiqətən də uzmanlaşmış olduğumu hiss edirəm. Çünki həyatı romantizə etmək əslində rasionallıqdan uzaqlaşmaq yox. Sadəcə heç kəs sənə baxmasa belə, sən tək olanda, tək öz halında, ev halında olsan belə, nə isə bir yemək bişirirsən, nə isə bir rəsm çəkirsən, nə bilim, nə isə bir yeri təmizləyirsən və bunu ən estetik halınla, sanki sən bir kinonun baş qəhrəmanısan və həyat sənin ətrafında fırlanır, dünya sənin ətrafında fırlanır və sən bunu etdikcə əslində öz sayğın artır, öz sayğın artdıqca da enerji frekansın genişləyir və səni həqiqətən sevən insanlar sənin ətrafında qalır və bir növ sanki filtrləyirsən. Mən bunun gücünə inanıram və həqiqətən də görürəm ki, hal-hazırda ətrafımda olan insanlar da bu cür insanlardır. Videoda istifadə etdiyimiz rəngləmə üçün olan deməli glazurlar Dr. Oetker markasındandır və çox qəşəng idilər. Hardasa 1-2 dəqiqə quruyurlar və sən çox rahatlıqla bəzəyə bilirsən. Düşünürəm ki, siz də trend yoldan da əldə edə bilərsiniz. Çünki Azərbaycanda çatdırılması var və Dr. Oetkerə də mən çox güvənirəm və çox da dadlı. O alınmışdı. Hətta o glazurların özlərinin belə şirin dadı var idi. Çox bəyəndim sonucunu. Əvvəl birinci tepsini biz risksiz olması üçün Pinterestdən tapdığımız standart şəkildə yeyirik. Sonra deyirik ki, biraz kreativlik qataq. İkinci tepsi artıq bizim o çılğın ruhumuzu yansıdırdı. Fərqli desenlər çəkmişdik orada. Hələ ki, burada birinci tepsini göstərirəm sizə. Hazır olanda, baxın, qarşıdakılar mən birinci o Alanyalı gingerbread, yəni bikinili gingerbread. Çünki istidir axı burada, nə olsun ki, qış karakteridir. Yenə də Alanyaya uyumlanıb. Belə çox əyləncəli bir günümüz keçir. Çox da qəşəng peçenyalar, çox dadlı alınır. Biraz keyfim poz olmuşdu ki, hafızam bitib telefonda. Yeni video çəkməyə həvəsim qalmamışdı, amma getdim qalan vision board şəkillərini də çıxartdım və sabah o böyük gündür. Biz birlikdə vision board edəcəyik. İndi gedirəm evə. Qızlar, hazırlaşdım. İndi gedirəm yeni oyuncaq boyama master klassına. Gəlin sizə özümdən hədiyyə kimi bir şey aparmaq istəyirəm, onu göstərim. Deməli, orada Grinch mod. Belə bir donat döktüm. Bir də belə bir nəsə aparım oraya. Həm kino olacaq, film olacaq yeni ilə əlaqəli. Həm də yolka oyuncaqları var. Mən çibraşka hazırlamışdım. Onunla olacaq. Sizə yolkumu da göstərəcəm. Hadi gedək. Ötən səfərki master-klassda mənim bir yolka oyuncağım qalmışdı, hansı ki master-klassda paketdə 2 yolka oyuncağı etmək paketini almışdım. Ona görə də bu səfərki master-klassa mən də qatıldım və ikinci oyuncağımı tamamlamaq istədim. Əslində artıq üstündən 2 həftə keçmişdi. Orada mən bildiyiniz Slav Ded Morozu Şaxta babası çəkmişəm. Hansı ki biz balaca olanda hədiyyə paketlərimizin üstündə var idi, ondan çəkmişəm. Amma artıq enerji frekansım o qədər dəyişmişdi ki, onun ətrafındakı o yeni ilə aid olan şəkildə olan yolkalar, oyuncaqlar tamamən hal-hazırki moduma uyğun olaraq çəkdim. Heç həmin o tapdığım Pinterestdən götürdüyüm şəklə görə yox. Bu da bir daha göstərir ki, təsəvvür elə 2 həftə vaxt yetərlidir ki, insan düşüncəsi, zövqü dəyişsin, enerjisinə uyğun, onu cəlb eləyən zövqü dəyişsin. Həqiqətən də insan nə bilim, çox olağanüstü fərqliliklərə sahib bir varlıqdır. Nəysə, mən burada çəkib qutardım artıq yolka oyuncağımı. Müxtəlif rakuslardan yolka oyuncağımı çəkib sizə göstərəcəm, narahat olmayın. Ведь смотря где, если ты там, допустим, гриву будешь рисовать сверху, да, то можешь ее оставить вот так, как сейчас. А снежинки... Burada
artıq Yolka oyuncağının şəkil hissəsini çəkib qurtarmışam. Qalıbdı üzərinə yazmaq istədiyim not. Oyuncaq çevrə formasındadır deyə mən düşündüm ki, onsuz da hansı rakursdan baxsaq o fərqli oyuncaq kimi görünür. Dedim, qoy bir tərəfinə sevdiyim bir notu yazım. O olsun tamamilə başqa bir oyuncaq. Bir tərəfi də elə şaxta baba formasında qalsın. Və təbii ki, hansı cümləni yazdım? Inomnia paratus. Bu cümlə mənim üçün Gilmore Girls-dan gələn çox özəl bir cümlədir. Anlamı hər zaman hər şeyə hazır ol deməkdir. Bundan bağımsız olaraq belə bir hekayəsi də var ki, Gilmore Girls-da Rory'nin oxuduğu universitetdə, Yale Universitetində oxuyur və bu universitetdə babadan oğula, oğuldan nəvəyə belə adətən Amerikanlarda belə bir qayda var ki, nəslin deyək ki, ziyalıları hansı universitetdə oxuyubsa, nəvələr, ondan sonraki nəsil də gəlir elə bil o universiteti seçirlər, sanki traditional olaraq davam etdirirlər və belə bir ailələrdən birinin qurduğu bir maraqlı sosial qrup var, hansı ki, ilin müəyyən dönəmlərində əyləncəli aktivitetlər keçirirlər. Çoxsu bunlar cəsarət tələb eləyir və qorxmamağı təmsil eləyirlər. Bu qrupun şüarı olur Inomnia paratus. Biraz gizli saxlanılır uşaqlar arasında, yəni həqiqətən cəsarətlilərin gedib bu qrupa üyə olması istənilir və çox maraqlı bir bölüm var idi onun haqqında. Bütün bu bölümdən bağımsız olaraq da cümlənin öz mənasında mənim üçün çox anlamlıdır, həmçinin dizini mənə xatırlatdığı üçün də çox anlamlıdır. O cümləni bura yazıram oyuncağımın üzərinə. Yazı da bilirsiniz nə düşünürəm? Ümumiyyətlə fikir verirsiniz, bizim üçün həmişə latın dilli, ingilis dilli, hansısa bir yəni yabancı dildə olan cümlələr daha mistik, daha güclü səslənir. Amma təəssüf ki, bu belədir. Mən əslində düşünürəm ki, hətta fikir verirsiniz, biz hansısa bir dini bir ayini gerçəkləşdirmək üçün də hansısa bir başqa dildən, məsəl üçün fərqli ola bilərdi, nə bilim, ərəb dili və s. fars dili, bunları istifadə edirik və insanlar sanki onda o ayinin daha güclü olduğunu, hər şey qaydasına görə elədiyim hissinə ancaq onda yaşaya bilib tatmin ola bilər. Əslində isə, məsələn, mən Amerikan dizilərini, filmlərini izləyəndə görürəm ki, çox vaxt, yəni xristianlar öz dillərində, bu ingiliscədir, fərqi yoxdur da, yəni kim Avropada da öz dillərində çalışırlar ki, yəni latınca istifadə edirlər və bu məncə insanı daha özgüvənli və millətə daha özgüvənli eləyir. Məsələn, fikir verin, mən bu cümlədən etkilənmişəm. Bəlkə də inanırsınız, anlamından daha çox onun daha mistik səslənişi və s. Amma bir də düşünün, mən öz dilimdə bir cümlənin gücündən etkilənirəm. Bu mənim həyatıma nə qədər çox böyük təsir edə bilərdi. Ona görə həmişə düşünmüşəm ki, Bəxtiyar da mənim kimi bu düşüncələrdə həmişə birimizlə müzakirə edirik. Hansısa bir frekansı yüksək olan bir ayin, nə bilim, dualar, bunlar əslində həmişə öz dilimizdə olmalıdır ki, bizim özgüvənimiz və inancımız da yüksək olsun. Biz özümüzü sanki mazlum kimi yox, biz nəsə bir, necə deyək, böyük bir şey istəyirmiş kimi yox, həqiqətən də o yaxınlıq məsafəsini hiss eləyərək istəyə bilək Tanrıdan və yaxud da, bilmirəm, həyatdan. Nesli bol sütlü, Milka fındıqlı, Milka sütlü çikolata, hansından istəyirsən, hansından yeyək, hansından çək? Milka fındıqlı. Milka fındıqlı, tamam. Bizimlə değilsiniz. Etmek istemedikleri durumlarda güçlü olmalarını sağlayan bir dua vardır. Duanın gücü insan duasını iyi anlamasından kaynaklanmaktadır. Tanrı'dan değiştiremeyeceğimiz şeyi kabullenme dinginliği. Çünkü pek çoğumuz bize dağıtılan ele karşı öfke duyarız. Değiştirebileceğimiz şeyi değiştirme cesareti. Çünkü pek çoğumuz korkakça doğru olanı savunmaktan kaçınırız. Aradaki farkı anlamamızı diliyoruz.